60 manat oradan sənindir. Halal xoşun olsun. Göndər xəstəni qoy gəlsin. Baxın. Görün biz nə qədər həkim şərəfini itirməlidir ki, Hipokrata and içən var, Allaha and içən var. Nə qədər şərəfini itirməlidir ki, bu millətin qanına susamalıdır. Müalicə yaddan çıxıb. Heç zad yoxdur ortada. Hər bir xəstədən 60 manat həkimə pul qalsa, 10 dənəsində 10 dənə xəstə göndərsə ora, 10 dənə bir gün içində 600 manat pul eləyir. Təkcə həkimin cibinə qalır. 50 cibində heç zad eləməyib. Ayda 18 min pul eləyir. 18 min pul eləyir. Bu həkim o MRT-yə səni niyə göndərməsin? Bax, mən yalan olum, səhv olum, siz düz olun, mənə deyin. Bu həkim səni niyə MRT-yə göndərməsin? Bizim bəlamız budur. Pul bizi yaman günə qoyur. Dünya biznesi bunun üstündədir. Bu millət də bu üzrə qırılmalıdır. MRT, maqnitli rezonans tomografiya. Maqnitdə şua azdır. Çünki maqnit var, orada şua yoxdur. Amma KT-yə gedənlərdə birbaşa Çernobil, rengendən 50 dəfə şuası artıqdır, insanda xərçəng yaradır. Gedin girin. Sümük toxumalarını MRT görəcək, KT toxumalarda nəyə baxacaq? Daxildə toxumalara baxacaq, qığırdaq toxumalarına və yaxud da ki, daxili orqanlara baxacaq sənə KT-də. Bəli, biz bunun içərisini görməliyik. Görək bunun içində nə var? Bomba partlayıb, yoxsa partlamayıb, ya quraşdırırlar o nəsə? Onu biz görməliyik ancaq MRT ilə və KT ilə. Niyə qardır? Bəyən bunu sənə örgədən köpəyoğlu örgətmir ki, bunun üzünə baxanda, bunun xəstəliyi bilirsiniz. Çox klinikalarımızda bütün diagnoz qoymuşlar, hamısı tərkimin yazmışlar şeyin, analizin. Axırda bir dənə klinika demişdi ki, qardaş, bu sidik deyil, fantadır. Biz bu dövrdə yaşayan adamlarıq. Mən onun harasına inanayım. Düz demişəm, onun nəsinə inanım mən. Bir klinika Fantaya demişdi, fantadır. Amma bütün klinikalar ad qoymuşlar, adını da yazmışlar. Zülallar bu qədər, filan şey bu qədər. Ay köpəyoğlu, bax gör bu fantadır, yoxsa sidikdir. Siz niyə bu millətin dalına düşüb, niyə bu üzrə məhv eləməyə çalışırsınız? Mən xalqın adamıyam, qardaş, bir dənə şey öyrənmişəm. Dayağı el olanın başı uca dağlara dəyər. Bu mənim devizimdir. Məni kim aparır, niyə aparır, har aparır özü bilər. Mən xalqın adamıyam. Məni aparsa, xalq aparsın. O da bilirsiniz hara? Çiynində aparsın, qəbrastanlığa. Başa düşdünüz? Mənim başqa gediləsi yerim yoxdur.